hərəkət milli elə bir səviyyəyə getiribdir ki, bizim milli fəallarımız bala-bala təşrəvi eləyir. Daha eləyə bilmir ki, yəni o güvəni, o etibarı milliyyətçinin içində ititdiriblər. Qoymayıblar məsələ üçün o güvən qalsın, qoymayıblar o etibar qalsın. Və biz ta zamanı ki, bir-birə inanmasaq, biz hərəkət milliyə heç bir addım ata bilməyəcəyik. Məsələ üçün, adlı millətimiz bizdən əməl gözləyir. Yəni, o ki, hərəkət millinin içində vardı, adın qoyub fəal milli, adın qoyub milliyyətçi, ondan əməl gözləyir ki, hə, bu əmələ keçəcəkdir. Bunlar qayıdır hara? Qayıdır haman o dövlətin o elədiği hərəkətlərə ki, bizi belə sustaldıb, bizi belə zəiflədib, bizi oturdub yerində. Haman o lider tərəşiyə, haman elə o kəşfiyyatın düzgün işlərinə ki, məsəl üçün içəridə gətirirlər bizim milli fəallarımızın üstünə ad qoymaqla, milli fəalları alçatmaqla ki, bəli, bu milli fəal məsəl üçün itilata işləyir. Və qayıdır yenə haman yerə ki, biz oradan zərbə yeyirik. İndi bizim, mən deyirəm, Güney Azərbaycanda bəlkə heç kəsin xəbəri yoxdur ki, məsəl üçün İran dünənə kimin deyildi, nə qərbidir, nə şərqidir, önləmə haman qərbə şərqə silah daşdırır, onlara külfətlıq edir, onlara nökərçilik eləyir. Haman Fransa deyil, Fransa gətirib əskər yığıbdır Erməniyə, oradan PKK-nı gətirib yığıbdır sərhəddə, Azərbaycan sərhəddinə. Ondan hədələyir ki, səni mən belə eləyirəm. Və haman bizim qanımızdan olan, bizim canımızdan olan Azərbaycanlı, Güney Azərbaycanda oturub səsini heç çıxartmır. Əgər biz bir yola çıxmışıq, bir milli fəal kimi, əgər biz yolumuza inanırıq və biz Azərbaycanın yolunda canımızı belə qoymağa, yəni ona imanımız var, biz belə oturub baxmamalıyıq. Biz içəridə daha güclü, daha kəskin, biz içəridə hərəkət aparmalıyıq. Yəni Güney Azərbaycanın öz içində, qıraqda yox. Güney Azərbaycanın öz içində daha kəskin biz hərəkətlərə keçməliyik. Biz orada milli fəallarımıza önəm verməliyik, milli fəallarımıza inanmalıyıq. Onları heç kəsə belə icazə, izin verməməliyik ki, gəlsin, alçatsın, gəlsin, aşağılasın. Biz tamam zərbələri özümüzə vururuq. Manqurt kimdir? Misal üçün, böyün əgər mən dururam, məsəl üçün, Siyaməş bəyə məsələn bir dənə şərri atıram, yəni mən manqurdam. Yəni mən bu hərəkəti zərbə vururam. Bilməyə. Dövlət bilir nə qayırır. Sənlə mən bilmirik nə qayırır. Dövlət gətir şayəni, buraxır səni içiyən, sən haman şayəni götürürsən öz hərəkətiyən zərbə bilmirsən, ha, yəni sən də yem olursan. Sən bilmədən yem olub, haman söhbət hərəkətin içində eləyirsən, məsəl üçün bir dənə fəalı fəaliyyətdən, aktivlikdən qoyursan qırağa, uzaqlaşdırırsan. Böyün əməri Rəhimsulduzlu hanı? Rəhimsulduzluya o qədər təzyiq çəkdilər, Rəhimsulduzluya o qədər söz dedilər ki, Rəhimsulduzlu bağladı, hər nəyə getdi, otdu, özü deməli, gölün qırağında istirahat eləyir. Deməyəm nəyəmə lazımdır. Biz özümüz, yəni özümüzə ziyan vururuq və bizim hərəkəti özümüz sustaldırıq. Güney Azərbaycanda elə bundan da güclü, bundan da çəkin belə hərəkətə keçməliyik. Yəni bizim özümüz öz göbəyimizi kəsməliyik. Bizim özümüz, yəni hərəkətə girməliyik. Birinci sən hərəkətə gir, sənin dalında türk dünyası dayanıb. Biz oturmuşuq yerimizdə, biz orada belə nə deyim, bizim o aktiv insanları şərləməklə özümüzü yıxırıq. Bizə manqurt düşman lazımdır, özümüz düşmanıq. Özümüzə zərbəni vururuq. Dövlət istədiyi kimi də hərəkət edirik. Gələk bir çıxılı o şuurumuzu aparaq yuxarı, gələk bir çıxılı o şuur siyasımızı aparaq yuxarı ki, eləyə bilək düz əyridən seçək və gəlib yem olmayaq. Biz bilmədən yem oluruq. Biz bilmədən gəlirik ki, məsəl üçün, dövlət kəşfiyyatı orqanının o istəyini aparırıq qabağa. Dövlət səndən onu istəyir də. Dövlət səndən nə? Bax, pulsuz, parasız sən ona qulluq eləyirsən də. Sən pulsuz, parasız əskər olursan ona. Bir dənə o işi bilmirsən də, yəni işin o deyirlər ki, o buruğunu bilmirsən və gəlib onun sözünü gətirirsən, məsəl üçün oturdursan kürsü üstündə ki, hə, filan kəs filan işə baxır. Bizim bir dənə yolumuz var, o da bir-birə inanmaq.
Biz əgər bir-birə inanmasaq, biz birlikdə güclüyük. Biz heç zaman tək güclü deyilik. Yəni hər zaman biz tək olsaq təhlənəcəyik. Hər zaman tək olsaq, indi məsəl üçün Siyaməş müəllim orada zəhmət çəkir, risanə işlədir. Orada sınav dünyasında gözəl-gözəl şeylər yayır. Oyanış verir millətə. Biz Siyaməş bəyə dəstək olmalıyıq. Və onun yanındakı o birisi risanələr də Siyaməş bəylə birləşməlidir. Ya o birisi fəallar qıraqda bazada durublar, onlar da gəlib birləşməlidir. Və biz bir olub, bir güc olub öz vətənimizi istimar altından, istibdad altından çıxartmalıyıq. İndi bizim vətən orada işğaldadır. Necə ki Qarabağ işğaldaydı. İndi biz yumuşaq belə deyim də, yumuşaq biz orada işğal altında. Çox yumuşaq. Molla rejimi üzümüzə gülə-gülə hər şeyimizi talayır, götürür, gedir və bizim qardaşları və bizim oğlatları götürür, aparır sərhədlərdə post verdirir, öz torpağını, öz mənafəsini qoruyur. Ondan sonra öz içimizdən adamlar vardı, məsəl üçün, ittilatda işləyir, sepahda işləyir, harda işləyir və onları bizim üstümüzə, belə deyim ki, mənim də çox başdan qudurdur, bizim canımıza salır və o ortada da öz nəfini aparır. Yəni buna deyirlər bir yumuşaq, biz işğal, yumuşaq işğal. Biz bu işğalın altından necə çıxmalıyıq? Biz bir yumuraq olmalıyıq. Biz bir yumuraq olub düşmanın ağzından çırpılmalıyıq.